Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə avqustun 29-u Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Arabir şimal-qərb küləyi güclənəcək. Temperatur gecə 21-25, gündüz 28-31 dərəcə isti olacaq. Naxçıvan ərazisində də sabah yağıntı ehtimalı yoxdur. Havanın temperaturu 29-32 dərəcə isti gözlənilir. Azərbaycanın bir çox rayonlarında da sabah demək olar ki, hava yağmursuz keçəcək, lakin dağ ətəyi və dağlıq rayonlarda fasilələrlə yağış yağacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək. Dağlıq ərazilərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 20-25, gündüz 32-36, dağlarda gecə 13-18, gündüz isə 20-25 dərəcə isti ehtimalı var.